işdən çıxdım. Bəli, işdən çıxdım. Dedim ki, ilahi pərvərdigara, bir dənə qapı aç mənə, bəs mən öz işlərimi, öz planlarım var ki, onları həyata keçirdim. Gördüm ki, elanda Əhməddə bir dənə obyekt çıxıb, çox ürəyimə yatdı. Getdim obyektə baxdım, obyekt ürəyimə yatdı, qəşəng, gözəl, balacadır, 4 də içəridə stulu var, amma manqalı var, əsas manqalda. Manqalı var, sonra dönər aparatı bir dənə var, bir dənə də alıb qoydum. Bəs orada mənim 4000 ya da 5000 pulum var idi, 4-5000 pulum var idi. O da ki, 3000 var idi, yığmışdım da. 3000 var idi, çünki 3000 var idi, 2000 də loteriya oynayırdım. Loteriyadan 2000 gəlmişdi, 5-i düzəlmişdi. 5-dən işə başladım. Yavaş, sən necə, məsələn, bu günlər mənim gün olurdu ki, 50 manat alverim olurdu, 70 manat alverim olurdu, 90 manat alverim olurdu. Özüm işləyirdim. Amma reklam da eləyirəm. Çünki bilirəm ki, bu işi yürütmək üçün birinci növbədə reklam eləmək lazımdır. Min şükür Allah, bu günləri hamı demək olar ki, reklam eləyir. Amma min şükür ki, yəni onu Allah Taala bizə qismət elədi. Mənə qismət elədi ki, mən avqustun 15-i bir dənə çörəyin arasında balığı çəkdim, paylaşdım. Həm var idi, çörəkləsi balığım mənə qədər də var idi, indi də var. Amma bilirsən nətər, bir reklamla tanınmaq məsələn üçün çörəkləsi balıq bilirsən nətər var. Amma bunun reklamı bu qədər kütlə görməyib, bu qədər kütlənin qabağına çıxarmamısan ki, Allah Taala o qapıyı bizə açdı, 15-i paylaşdım, 16-sı artıq mənim həmin videoma 1 milyona yaxın baxış gəlmişdi. Həqiqətən reklamın gücünü mən orada gördüm. Səhər-səhərdə saat 10-da obyekti gəldim, görürəm obyektin qabağında 10 nəfər dayanıb. Mənə reklamını görüblər, axı, görən kimi aç balıq ver, balıq yoxdur, 6 dəyə balıq var. Şimdi balıq qardaş, nə var ya, niyə? O şimdi qaçdım bazardan, aldım, gətirdim, balığı düzəltdim. Dedim, ay yox, bu beləncə olmayacaq da, səhərə balıq deməliyəm. Mən də balıq obyekti birinci gün açanda yığmışdım hopdavoyu ki, bəs qardaş, mənə balıq ver. Təzə açıram da, bilmirəm. Balıq vermə. Dedi, nə qədər lazımdır? Dedim, bəs mənə balıq lazımdır 5 dənə, 6 dənə də belənəsinə, yəni 2 kilo, 3 kilo. Dedi, yox, biz ancaq kasetlə satırıq da. Kaset nə qədər? 20 kilo kaset olur. Dedim, sən nə danışırsan, mən 20 kilo kaseti açmamışam, bilmirəm.